Gəlin baxaq Zastand nədir və biz ondan necə istifadə edə bilərik. Zastand kiçik və orta həcmli proyektlərdə istifadə olunan yüngül bir state management kitabxanasıdır. Redux'dan fərqli olaraq Zastand'ı öyrənmək, onu istifadə etmək daha asandır. Yazılışı daha asandır və daha az boilerplate kod tələb eləyir. Gəlin görək biz Zastand'dan necə istifadə edə bilərik. Mənim bir app.jsx faylım var və onun içində 2 dənə root var. Hələ ki onlara heç nə yerləşdirməmişəm. Birazdan onlara homepage və summary page yerləşdirəcəm. Gəlin pagelərimizi yaradaq. Deməli, bizdə olacaq bir dənə homepage. Və bir dənə də olacaq summary page. Summary.jsx. Gəlin onları indidən import edək app'də. Import home və import summary. Pagelərimizi import elədik. Gələk burada yerləşdirək. Birinci rootumuzda pass olacaq slash və bu bizə aparsın homepage'e. Bərabərdir home. Bu birisi də pass olsun slash summary və bu da bizi aparsın summary səhifəsinə. Əla. Deməli, indi gələk homepage'in UI-ni quraq birinci burada. Divimizin adı olsun, class name olsun, container. Bu divimizin içində bir dənə div olacaq. Onun class name olacaq selection buttons, seçmə buttonları. Bunun içində bizdə 3 dənə button olacaq. Button and button. Tamamdır. Gəlin bu buttonlar bizdə olsun maşın adları. Məsələn, burada olsun Porsche. Burada olsun Bentley. Burada da olsun BMW. Məsəl üçün. 3 dənə maşın adımız var. Burada da bir dənə mən link qoymaq istəyirəm. Hansı ki bizi aparsın summary page-ə. View summary. Və bu link biz istəyirik ki bizi aparsın hara? Slash summary'yə. Summary səhifəsinə. Hələ ki bu qədər. Gedək baxaq. npm run dev. Aha, bu bizim homepage'imizdir. Gördüyünüz kimi 3 dənə button var. Porsche, Bentley, BMW. Bir də view summary page'imiz var. Basanda summary səhifəsinə gedir. Əla. İndi gəlin summary page'in də UI-ni yazaq. Deməli, burada bunun class name olsun summary container. Summary container. Əla. Bunun içində bir dənə h1 olsun. Desin ki car selection summary. Yəni nə seçmişiksə onu göstərsin. Burada bir dənə paragraf olsun və desin ki your favorite car is bla bla. Nədirsə onu göstərsin. Bu da summary page'imizin UI-i. Gedək baxaq. Gördüyünüz kimi homepage'də view summary basanda gedirik summary səhifəsinə. Orada da yazılır your favorite car is belə ki nədir bilmirik. Mən nə istəyirəm eləyək? Bu buttonlara basanda, məsələn mən burada Porsche-yə basmışamsa, bu səhifəyə gələndə göstərsin ki sizin favorite maşınınız Porsche-dir. Mən burada Bentley-yə basmışamsa, bu biri səhifədə yazılsın ki sizin favori maşınınız Bentley-dir və bunu props ötürmədən eləmək istəyirik. Bunu Zastand'dan çox rahat bir şəkildə edəcəyik. İndi gələk əsas məsələyə. Bir dənə store.js faylı yaradıram. Store.js. Və bu store.js-də biz əvvəlcə Zastand'ı install eləməliyik. Təbii ki, əgər sizdə install olunmayıbsa, sadəcə burada npm i Zastand yazırsınız və onu install edirsiniz. Başqa heç nə ehtiyac yoxdur. Mən də artıq yükləntiyə yükləmirəm. Və burada mən import edəcəm create funksiyasını. Import create from Zastand. Bu create Zastand'ın əsas funksiyasıdır və biz onunla bir store yaradacağıq. Hardakı biz öz state'imizi, datamızı saxlayacağıq. Gəlirik burada bir constant yaradırıq. Constantımızın adı olsun use car store. Bərabərdir. Və create funksiyanı işə salırıq. Set. Yazılış budur. Bu yazılış nə deməkdir? Biz create funksiyasını işə saldıq. Create funksiyasında da bizdə bir set parametri var. Bu, create-ə göndərilən callback funksiyasının parametridir və biz setlə burada yaradacağımız datanı, state'i manage edəcəyik. Yəni ki, onu dəyişəcəyik, onu idarə edəcəyik set vasitəsilə. Gəlin əvvəlcə burada biz state'lərimizi yaradaq. Məndə birinci state olacaq favcar, sevimli maşın. Sevimli maşın state'imin ilkin dəyəri boş string olacaq.
Bir dənə də funksiya yaradacağım. Set favcar. O da bizdə bir car name qəbul edəcək. Və o car name gələndə nə edəcək? Gedəcək, set eləyəcək həmin bu favcarı, həmin bu car name-ə. Bir daha baxırıq. Deməli, biz create vasitəsilə bir dənə store yaratdıq. Və bu store'un içində hələ ki 2 dənə state qeyd eləmişik. 2 dənə hal, 2 dənə vəziyyət qeyd eləmişik. Birincisi favcardır. Favcarın ilkin vəziyyəti boş stringdir. Bir dənə də set favcar adlı funksiya yaratdıq və bu funksiya car name qəbul eləyir, bir maşın adı qəbul eləyir. O maşın adı gələndə gedir nə edir? Set vasitəsilə həmin bu favcarın dəyərini, bu car name nədirsə, bu maşın adı nədirsə ona bərabər edir. Yəni, bu qədər bəsit. Və biz indi bunu import edib istədiyimiz səhifədə istifadə edəcəyik. Import edə bilməyimiz üçün əvvəlcə bunu export eləməliyik. Export elədikdən sonra gəlirəm home page-ə. Deməli, bizdə var favcar, bir də set favcar. Gəldim home page-ə və burada deyirəm import use car store. Store'dan use car store'u import elədim. Elədikdən sonra gəlirəm burada destructure edirəm və onun içindəki favcar və set favcar state'lərini götürürəm. Burada belə yazmışdım məncə. Gedim baxım, set favcar, yes. Aha, bu bərabərdir use car store. Bunları götürdük. Gəlirəm indi bu buttonlara deyirəm ki, sizə basılanda sizin on klikinizdə nə baş versin? Sizin on klikinizdə set favcar funksiyası işə düşsün və ona ötür həmin bu dəyəri. Məsələn, burada Porsche-dirsə Porsche-ni ötür. Bu biri buttona deyirəm ki, sənin on klikində yenə set favcar işə düşsün, ona ötür, məsələn, Bentley-ni. Və nəhayət sonuncu buttonumuza da deyirəm ki, sənin də on klikində yenə set favcar işə düşsün və ona ötür BMW-nu. İndi bu kodumuzun işləyib işləmədiyini yoxlamaq üçün gəlin konsola çıxardaq bizim favcarımızı. Gedək baxaq, kodumuz işləyirmi? Inspect edirik. Konsola gəldik. Porsche'yə basıram. Gördüyünüz kimi burada Porsche yazılır. Bentley'yə bastım. Burada Bentley yazılır. BMW'yə basıram. Burada BMW yazılır. Deməli, kodumuz işləyir. Əla. Amma mən bu favcarı burada istifadə eləmək istəmirəm. Mən bu favcarı digər səhifədə istifadə eləmək istəyirəm. Mən bu səhifədə favcarın dəyəri nədirsə onu təyin edirəm. Digər səhifədə o dəyəri göstərirəm. Ona görə bura gəldim. Burada yenə use car store import eləməliyəm. Import use car store. Yenə burada destructure edirəm və favcarı götürürəm. Favcar. Import favcar bərabərdir use car store. İndi mən burada həmin bu paragrafda deyirəm ki, your favorite car is, sizin favori maşınınız nə seçmisinizsə odur. Yəni favcar. Hətta gəlin bunu strong taginin içində verək. Seçilsin. Əla. İndi gedək baxaq. Əgər kodumuz işləyirsə nə baş verəcək? Mən burada Porsche'yə basanda View Summary səhifəsində deyəcək ki, sizin favori maşınınız Porsche'dir. Bentley'yə basıramsa deyəcək ki, sizin favori maşınınız Bentley'dir. Gəlin basaq Bentley'yə, gedək View Summary'yə. Your favorite car is Bentley. Gəldik bura. BMW'yə bastım. Your favorite car is BMW. Əla. Yəni biz props ötürmədən bir səhifədə favcarın dəyişənini müəyyənləşdiririk və digər səhifədə favcarı göstəririk ki, dəyəri nədir. Bu qədər bəsit. Gəlin indi başqa görək nə edə bilərik Zastentdə. Gələk burada bir dənə array yaradaq. Elə cars adlı bir arrayimiz olsun. Onun da içində maşın adları olsun. Yenə Porsche olsun. Yenə Bentley olsun. Tesla olsun. Sonra BMW olsun. Toyota Prius olsun. Sonra deməsinlər ancaq bahalı maşınlar yazır. Toyota Prius olsun. Okey. Deməli, maşınlardan ibarət bir arrayimiz var. Və indi biz bu arrayi import edib display eləyəcəyik, yəni göstərəcəyik. Bunun üçün bir dənə display səhifəsi yaradaq. New file display.jsx. Gələk burada rafca eləyək. Appdə indidən onu import edək. Import display. Və burada da rootda da qeyd edək.
Gəldik. Pəs aparsın display səhifəsinə. Display. Və elementi də olacaq yenə display. Əla. İndi gələk home page-də. Burada bir HR verəcəm. Və burada da bir dənə link olacaq. Link. Və bu linkdə olsun view cars. Məsələn, maşınları gör. Və bu bizi aparacaq indi yaratdığımız display səhifəsinə. Display. Gedək baxaq homepage-ə. Aha, view summary burada bunu göstərir. View cars-a basanda display səhifəsinə gedir. Əla. Gələk indi display-in UI-na. Display-də biz nə edəcəyik? Əvvəlcə import use car store. Yenə bunu import edirik və buradan destructure eləyib cars, yəni maşınlar əreyini götürürük. Const cars bərabərdir use car store. Əla. İndi burada da deyirik ki, sənin divimizin class name olsun display. Və burada biz həmin bu maşın əreyini map eləyəcəyik. Ona görə bir curly bracket yaradırıq. Cars'ı götür map elə. Hər bir car, yəni hər bir maşın üçün, hər bir maşın və onun indeksi üçün geçsin neynəsin? Bizə qaytarsın bir dənə div. Divimizin class name də olsun car card, yəni maşınımızın maşın kardı deyə bir div yaransın hər bir maşın üçün. Heç nə, onun içində də bizə göstərsin maşının adını, yəni car. Burada da key-ə indeks verək ki, üstümüzə qışqırmasın. Əla. İndi gedək display səhifəsinə baxaq. View cars bastıq. Cars əreyində nə ki maşın adları var, hamısı burada göstərilir. İndi gəlin belə bir şey eləyək. Burada bir dənə input yaradaq və o inputa biz hansı maşın adını yazırıqsa və orada bir add button olacaq. O add buttona basanda bu siyahıya həmin maşın adı əlavə olunsun. Onun üçün gəlin əvvəlcə UI hissəsini həll eləyək. Burada bir dənə input yaradacağım. Input. Inputumun class name olsun car input. Burada da bir dənə add button yaradacağım. Button add və bunun da class name olacaq add btn. Gedək baxaq. Əla. İndi mən bura bir maşın adı yazanda, burada add-a basanda gəlsin bura əlavə olunsun. Bunun üçün yenə gedirəm store.js-ə və burada yeni state'lər yaradıram. Birinci state'im olsun. Birinci state'im olsun car input. Yəni daxil edilən maşın. Və daxil edilən maşın state'inin ilkin dəyəri boş string olacaq. Bir dənə də set car input. Set car input. Buna deyirəm ki, sən bir value qəbul edəcəksən. Yəni user nə yazırsa onu. O value-nu qəbul edəndə get set elə. Nəyi set elə? Burada yazırıq. Həmin bu car inputun dəyərini. Həmin bu value nədirsə ona set elə. Deməli bir car input dəyişəni yaradırıq. Onun ilkin dəyəri boş stringdir. Bir dənə də set car input funksiyası yaradıq. Böyle bir ki şeydir də. Car input, set car input o use state-ə bərabər edirik. Onu indi zastənin içində ayrıca yazırıq. Set car input'a nə value gələcəksə, nə dəyər gələcəksə, gələcək bu car inputun dəyərini ona bərabər edəcək. İndi biz bunu yenə destructure edib götürməliyik. Gedək götürək. Display səhifəsinə gəldik. Cars'dan əlavə car input və set car input bu state'ləri götürdüm. İndi bunları işə salıram. Burada input'a deyirəm ki, sənin value'un, sənin dəyərin olacaq car input və sənin on change'ində, yəni sənə nəsə yazılanda i-ni götür və set car input i.target.value. Gedək baxaq kodumuz işləyirmi? Gəlirəm burada inspect edirəm. Bir də bunu konsola verək. Görək kodumuz düzgün işləyirmi? Console log car input. Gəldik burada inspect edirik. Mən bura yazıram. Məsəl üçün Kia. Görürsünüz, input burada konsola verildi. Əla, deməli kodumuz işləyir. Gəldik burada. Bunu buradan yığışdırıram. İndi bunun add hissəsini yazacağıq. Yəni ki, bu buttona basanda, add-a basanda burada nə yazılıbsa,
Burada nə yazılıbsa, bu siyahıya əlavə olunsun. Bunun üçün qayıdırıq Store.js-ə və bir funksiya daha yazırıq. Adı olsun add car. Add car funksiyamız nə qəbul edəcək? Bir dənə yeni maşın. New car. Onu qəbul edəndə gedib set eləyəcək. Deyirik ki, state'i götür. Bu state nədir? Bu state həmin bu yaratdığımız state'dir. Deyirik ki, bu state'i götür və get neynə? Həmin bu cars arrayini bərabər elə. Cars arrayini nəyə bərabər elə? Deməli, indiki halı nədirsə onu saxla. Yəni state'in içindəki indiki halı nədirsə onu saxla və new car'ı da ora əlavə elə. Yəni bu yazılış məncə əvvəl görmüsünüz. Yəni ki, burada bu funksiya bir new car, yeni maşın adı qəbul edəcək. O yeni maşın adını qəbul edəndən sonra bu state'in içindəki görürsünüz cars. Onu bərabər edəcək, əvvəlki halı nədirsə onu saxlayaraq təzə maşını da ona əlavə edəcək. Yəni bu qədər bəsit. İndi gedək bunu işə salaq. Bunu təzədən biz götürürük burada. Destructure edib götürməliyik. Burada yazıram. Add car. Add car funksiyamızı götürdük. İndi onu bu buttonda işə salıram. Deyirəm ki, bu buttonun on klikində nə olsun? Həmin add car işə düşsün və ona ötürək həmin bu car inputu. İndi gedək baxaq, işləyirmi? Gəldim burada yazıram Kia. Bura əlavə olundu. Buna yazıram Mercedes. Bura əlavə olundu. İndi burada nə baş verir? Biz burada təzə maşın adı əlavə eləyəndə input boş olmalıdır, düzdür? Yəni burada Mercedes yazısı qalmamalıdır. Bunu da təzədən gəlib burada davamını yaza bilərik ki, təzə maşın əlavə olunandan sonra get o maşını bura əlavə elə. Əlavə eləyəndən sonra da həmin bu car inputu da yenə boş stringə bərabər et. Bu qədər bəsit. Gələk baxaq. Məsəl üçün burada yazıram Kia. Add olundu və ondan sonra input fieldimiz boş oldu. Yəni bu qədər bəsit.